Sahura oyananların unutduğu fürsət. Bismillahirrahmanirrahim. Bir çox sahura oyananların unutduğu məsələlərdən biri, bu dəyərli vaxtda gecənin axırı son 1/3-də istiğfar etmək, yəni Allahdan bağışlanma diləməkdir. Çünki bu vaxt mübarək bir vaxtdır. Həmin vaxtda səmadan rəhmət nazil olar, səmanın qapıları açılar və uca Allah günahları bağışlayar, dua edənlərin duasına cavab verər. Necə ki, bu barədə uca Allah bu vaxtda istiğfar diləyənləri öz kitabında tərifləmiş və belə buyurmuşdur. Kanu qalilan minəl-leyli ma yahcaun və bil əsharihum yestağfirun. Onlar gecələr ibadət edib az yatırdılar, sübh çağları isə Allahdan bağışlanma diləyirdilər. Zariyat surəsinin 17-ci və 18-ci ayələri. Təbii ki, hər birimizin günahlarımızın bağışlanmasına böyük ehtiyacı var. Xüsusilə də mübarək Ramazan ayı günlərində. Buna görə də bu vaxtda istiğfar etmək həqiqətən hər bir müsəlman üçün əzəmətli bir fürsətdir. Və sallallahu alə nəbiyyinə Muhammed.